Mütəal Allahın özəl hüquqlarından biri də qanun qoymaqlıqdır. Yəni Allah qanununun qarşısında Allahın qanunun tətilə çəkəcək və başqa bir qanunu qüvvəyə mindirəcək heç bir səlahiyyət yoxdur. İnsan evladının həyatının hər bir hissəsini təmin edə biləcək maddi və mənəvi hisslərin təmin edə biləcək qanunu yalnız və yalnız Allah yaza bilər. Səbəbi bundan ibarətdir ki, Allahdır ki, insanları tam mənada tanıyır. Onların istəklərini bilir, onların maraqlarını bilir, onların həvəslərini bilir, qəlbindən keçəcəyi bilir. Bütün bu varlığa tam əhatəli bilgi sahibi olan varlıq elə mütəal Allahın özüdür. Bəşərin ünvanına yazdığı, tənzimlədiyi qanun heç vaxt bəşərə tərəqqi gətirə bilməz. Çünki bəşər əvvəla bəşəri tam mənada tanıya bilmir. İkincisi, bəşərin əli olan, bəşərin dəstixətti, rolu olan hər bir şeydə qanun yazan bəşərlərin öz mənafelləri orada mülahizə olunur. Yəni onların qanunu bəzən kütləni bunların xidmətinə, istihdamına, istehlakına çəkəcək bir qanunlardan ibarət olur. Amma mütəal Allahın qanununda kamillik və ən başlıcası bəşərin bütün tələblərinin ödənişidir. Buna deyərlər ədalət. Ədalət sözünün mənası hər bir şey layiqi yerində qərar verməklidir.